Salam dostlar, bugünkü qonağımız Nərgiz xanımdır. Nərgiz xanım, sizə bir-iki suallarımız olacaqdır sizin işinizlə bağlı. Ən əsas, ən aktual suallardan biri hicamət. Hicamət sözü nə deməkdir, harda yaranır, necə bilirsək, bu günləri çox məşhur bir şeydir, çox məşhur oldu, trend oldu hicamət. Amma çox insan hicaməti səhv başa düşür. Yəni tam səhv bir formada başa düşür. Bir maraqlanmaq istərdim. Hicamət nədir? Nə olan bir şeydir? Məlumat verərdiniz zəhmət olmasa. Hicamətin tarixi qədimdir. Hətta deyərdim ki, ili 1500 il bundan əvvələ dayanan bir müalicə növüdür. Buna qədim təbabət deyirlər. Yəni bu peyğəmbərimizdən əslində deyirlər ki, qalıbdı, amma mən çox araşdırmalar elədim, baxdım ki, yox, bu peyğəmbərimizdən də əvvəl olubdu. Allah Taala insanı yaradanda yer üzərinə bunu onun müalicəsi kimi göndəribdi. Hicamət və zəli terapiyası. Yəni mən deyərdim ki, qısacası insanlar hər 3 aydan bir bunu istifadə etsələr, heç bir xəstəliyə yoluxmazlar. Çünki fəsillər dəyişdikcə insanın orqanizmasında da dəyişikliklər olur və hər 3 aydan bir insanlar bu müalicəni keçsələr, heç bir xəstəliyə yaxalanmazlar. Belə hicamətin özünün ən çox faydaları nəyədir? Hicamət anındaca bədəndən metabolik atıqların atılması deməkdir. Yəni ağır toksinlərin atılması deməkdir. Hətta bu qədim təbabət olduğuna görə, yəni qədimdə imamlarımız da bu müalicə növündən istifadə edərlərmiş və yazır ki, peyğəmbərimiz ona gələn xəstəliklərin demək olar ki, hər birini hicamətlə müalicə edərmiş. Və İmam Əli də söylüyor ki, hicamət zamanı bədənin zəhərindən başqa heç nə xaric olmur. Yəni orada bir damcı da olsa belə qan qarışmır. Sadəcə bədəndən toksinlər çıxır. Ağır metallar yəni xaric olunur. İnsan anındaca özünü yaxşı hiss eləyir. Baxın biz həkimə gedib vena damarımızdan qan aldıran zaman görürsüz orada bir hardasa da 15-20 qram qan alanda insanın başı hərlənir. Amma bu hicamətdə möcüzə budur ki, orada hardasa da 4-5 kupa qoyulur və o qədər qan çıxır. İnsanın başı hərlənmək əvəzinə, özünü pis hiss eləmək əvəzinə insan özünü daha gözəl hiss edir. Çünki tutulan qılçaq damarlardır və qan ancaq qılçaq damarlardan alınmalıdır və onun çakra nöqtələri var ki, akupunktura nöqtələri var ki, onlar təmizlənəndə insan özünü çox gözəl hiss edir. Hətta amma günümüzdə bunu artıq klassikləşdiriblər. Bilirsiniz, 2 cür hicamət var əslində. Biri var İslami hicamət, biri var klassik hicamət. İslami hicamətdə çox az kupa qoyulub, az qan götürülür, amma klassik hicamətdə isə çox kupalar qoyulur və bu heç də doğru deyil. Yəni qaraciyəri yükə salır, bədən ağırlaşır. İnsan düzdür, əvvəlcə özünü çox yaxşı hiss eləyir, amma biraz keçmiş baxırsınız ki, artıq insanda maddələr mübadiləsi pozulur, hormonlar pozulur. Yəni məsləhət görərdim ki, çox kupa qoyulan yerlərə insanlar getməsinlər. Onların sağlamlıq üçün çox zərərdir. Bir sual da belə olacaqdır. Mənim üçün çox maraqlı bir sualdır bu. Hicamətin yaş amili varmı? Yəni insan neçə yaşında başlasa daha yaxşıdır, neçə yaşına qədər olar? Bunun haqqında da məlumat verərdiniz zəhmət olmasa. Düzgün, vallahi mən deyərdim ki, acı da olsa amma həqiqətdir. Bunun Azərbaycanda yəni məktəbi yoxdur. Bunun Azərbaycanda çox istəyərdim ki, məktəbi olsun, insanlar oxusunlar, təhsil alsınlar. Yəni hicamət əslində kitabın son səhifəsidir. Yəni hicamətdən əvvəl də müalicə növləri var ki, İslamda. Yəni mən sizə danışdığım İslam elmi, İslam psixologiyasıdır. Yəni xəstəliklərin qədim dövrdə necə insanlar necə müalicə alır. Baxın mən o dövrə, yəni o dövrdən gələn bir alternativ tipli sizə demək istəyirəm ki, yəni o zamanlar Hipokratlar olub, İbn Sinalar, Peyğəmbərimizin özü müalicə edərmiş. Yəni o zamanlar nə həkimlər yox idi, nə xəstəxanalar tikilməmişdi, amma sağalmaq da çox asan idi. Yəni ki, təkrar edirəm, yazır ki, Peyğəmbərimiz ona gələn
xəstəliklərin demək olar ki, hər birini hicamətlə müalicə edərmiş. Hətta xərçəngin belə özünü hicamətlə müalicə etmək mümkündür. Düzdür, sağaltmaq demirəm, amma çox irəli gətirmək olur xəstəni ki, çünki xərçəngdə olan ölü hüceyrələr hicamət zamanı qan vasitəsilə, çirkli qan vasitəsilə çölə çıxır və yeni yaranmaqda olan xərçəng hüceyrələrinin qarşısını alır. Şəkərin qandan təmizlənməsinin səbəbidir. Yəni düzgün hicamət olunarsa, əlbəttə ki, bir çox xəstəlikləri müalicə etmək olar. Hətta bəzən deyirlər ki, hər xəstəliyə hicamət olmaz, qan azlığıdır, anemiyadır, talasemiya daşıyıcılarıdır. Amma inandırım ki, mən 18 ildir hicamətlə talasemiya daşıyıcılarını, sonra anemiya xəstələrini, qan azlığı olan xəstələri mən müalicə edirəm ki, əslində o çakraların tutulmasıdır. Yəni necə ki bir söz var, deyirlər ki, quyuya su tökməklə quyu sulu olmaz. Yəni anemiya xəstələrinə, talasemiya daşıyıcılarına, yəni bilirsiniz ki, bir ömür qan iynəsi vurulur. Amma yəni ki, niyə orada qan dayanmır, qan itir anında? Çünki ürəyin çakrası var, ona icazə vermir. Ürək icazə verməsə o çakra hərlənməz. Bu 5-ci çakradır və kahil nöqtəsində yerləşir. Və bəli, biz 5-ci çakranı açırıq və qan bədənə doğru şəkildə yayılır. Yəni doğru, dürüst şəkildə hicaməti təbliğ eləsələr, yəni insanlar gözəl nəticə alırlar. Bəli, qan azlığının da dərmanı hicamətdir, anemiya xəstələrində də çox gözəl nəticə verir, şəkər xəstələrində də, sonra xərçəng xəstələrində də, yəni düzgün nöqtələr, çakraları açmaq yetərlidir. Yəni 10 dənə kupa qoyub, üzr istəyirəm, xəstənin canını almağa ehtiyac yoxdur. Sadəcə çakralar baxır, hansı xəstəliklərdə hansı çakralar tutulur. Yəni 1-dən 7-yə qədər çakralarımız var ki, bu da bədənin müxtəlif yerlərində yerləşir. Yəni hər xəstəlikdə öz çakrası var ki, məsəl üçün qaraciyərin çakrasıdır, ürək beyin çakralarıdır, bağırsaq çakralarıdır. Bunlar açılanda artıq bədəndə yenilənmə gedir. Bəs bunu edən insanlar hansı ki mütəxəssis deyirlər? Bu insanlara nə məsləhət görə bilərsiniz ki, yəni bunu etmə, bunun sonu pis qurtara bilər? Sadəcə bir xəstəlik var ki, əslində ona xəstəlik deməzdim, bədənin rutubəti. Bədəndə rutubət olan insana hicamət olmaz. Çünki biz hicamət edirik ki, bədəndən metabolik atıqlar çıxsın, çirk çıxsın, amma bu zaman baxırsan ki, qan əvəzinə su çıxır. Yəni onu sırf birinci kahil nöqtəsindən yoxlamaq lazımdır ki, yəni bu xəstədə nə var? Baxırsan ki, xəstənin bədənində, yəni ki, rutubət çoxdur, ona görə də onlara hicamət olmaz. Sadəcə rutubəti olan xəstələrə hicamət olmaz ki, onlara əvvəlcə biz qara zirə toxumunu veririk, 1 ay müddətinə qəbul edir. Qara zirə toxumunda 640 maddə olduğuna görə Peyğəmbərimiz də söylüyor ki, qara zirəyə davam edin, ölümdən başqa hər dərdə çarə var. Və qara zirənin tərkibində 640 maddə olduğuna görə bədəndəki rutubəti götürür və 40 gündən sonra o şəxsi hicamət eləmək olar. Amma çoxları söylüyor ki, anemiya xəstəsidir, qanı azdır, ona yəni hicamət olmaz, xərçəngə hicamət olmaz, tam əksinə. Yəni mən buna başımdan cavabdehəm və 18 ildir bu işlə məşğulam ki, çox gözəl nəticə verir. Çünki yenə söyləyirəm ki, biz hədislərə söykənib bu müalicəni mən aparıram ki, yəni İmam Əli də söylüyor ki, hicamətdə bədənin zəhərindən başqa heç nə xaric olmur. Sadəcə 5-ci nöqtəni, 5-ci kahil nöqtəsini açarsınızsa, qan hərəkət etməyə başlayır. Və talasemiya daşıyıcılarına nə qədər də qan iynəsi vursaz, o itəcəkdir, bədəndə itir. Çünki 5-ci çakra açıq deyil. Baxın, yəni hər bir xəstəlikdə hicamət. Doğru olan hicamət. Sizə daha bir sualım olacaq. Mənim üçün də maraqlı bir sualdır. Elə insanlar var ki, hicaməti özləri evdə edirlər və yaxud da başı çıxmayan bir insandır, amma hicamətlə məşğul olur, bunu edir. Bu insanlar bunu hicaməti etsə, sonu necə bitə bilər? Yəni böyük ehtimal sonu pis bitə bilər, amma yəni sonu necə olar? Zəhmət olmasa bu haqqda da bir məlumat verərdiniz. Baxın, mənim yanıma xəstələr gəlir, yəni məşhur həkimlərin yəni yanından gəlirlər, indi ad deməyəcəm, amma baxırsınız ki, gəlirlər onlara yəni açanda baxırıq ki, sanki üzr istəyirəm balta ilə çapıblar. Deyirik, yəni bu nədir? Deyir ki, yəni 2-3 ay bundan qabaq elətmişəm.
Amma sanki bu gün olunubdu. Yəni hicamətin öz nöqtələri var, hər bədəndə öz nöqtəsi var və o yaşa görə, xəstəliyə görə onun cızma, yəni nöqtələri var ki, uzun məsafədir, gödək məsafədir, sonra dərin dayaz, çox qan alma, dərinə keçmək olar, olmaz. Yəni bunların hamısının incəlikləri var ki, onu bilmək lazımdır. Onu da yəni çox oxumaq lazımdır ki, çox biləsən. Deyirsiniz həmin o bilməyən insana ki, yəni bunu etmə. Sonu belə bitə bilər. Yəni düzgün bir şey deyil bu. Əslində yazır ki, hər bir insanın evində bir həccam olmalıdır. Amma insanlar indi bunu kör-körənə edir. Ona görə də yəni pis nəticə verə bilər. Düzdür, ölümcül bir şey deyil, amma pis nəticə verə bilər. Yəni həmin effekti ala bilməzlər. Çünki hər insana, yəni üzünə baxanda bilinməlidir ki, bunda hansı nöqtə bağlıdır. Bəs hicamat haqqında başqa elə danışılan miflər var, yalanlar var, şayələr var, hansı ki hicamat haqqında danışılır. Bunlar haqqında nə deyə bilərsiniz? Yəni biz bilirik ki, bu günləri bunlar var, yalandır, amma çox insan inanır. Belə insanlara nə məsləhət görə bilərdiniz? Əslində burada bir mif yoxdur. Yəni bu bir həqiqətdir. Sadəcə yəni qədim təbabətdir bu. Söyləyirəm ki, yəni ili 1500 il bundan əvvələ də dayanan bir müalicə növüdür. Sadəcə indi yəni bunu klassikləşdiriblər. Yəni ən pisi də bunu klassikləşdirməkdir ki, yəni çox kupa qoyarsınızsa xəstəni yəni zərər vermiş olursunuz. Yəni Allah Taala da buyurur ki, bədənə zərər verən zaman Allahın işinə qarışmış olsan. Çünki bu əslində söyləyirlər ki, peyğəmbərimizdən qalmadı. Xeyr. Peyğəmbərimizdən qalma deyil. Peyğəmbərimizdən də əvvəl olub hicamət və əks bir təsiri yoxdur. Düzgün olunarsa əks bir təsiri yoxdur. Başa düşdüm. Bəs normalda bir pasiyentə neçə seans lazımdır ki, o sağalsın? Məsəl üçün də özümdən götürək, deyək, mən hansısa bir problemim var, həmin o problemlə sizə yaxınlaşmışam və mənə neçə seans lazım olacaq ki, mən özümü daha gümrah hiss edim və sağlam, şəfalım? Baxın, əslində insan bədəni 5 litr sudan və 3 litr, 5 litr qandan və 3 litr sudan ibarətik. Və yazır ki, hər ayda bir dəfə, yəni bir xəstəni götürürük, ayda bir dəfə bunu tətbiq eləyirik. Yəni kürək nahiyəsindən, baş nahiyəsindən çakraları təmizləyib sonra ayağa düşürük. Bu ikinci seansda ayaq, baş, yəni bunlar hissə-hissə. Yəni 5 seans keçərsə, yazır ki, hər seansda 800 qrama yaxın qan yenilənir. Hətta insan var ki, onda 1 litr yaxın qan yenilənir və bunu 5 litr keçərsə yeni doğulmuş uşağın qanı yaranır insan bədənində. Amma bu şərtlə ki, xəstə yediyinə, içdiyinə fikir verməlidir. Hər qan qrupunun öz qidası olduğuna görə, yəni xəstənin də qan qrupuna görə qidalarını təyin edirik və söyləyirik ki, ayda bir dəfə gəlməlisən. İlk seansdan, yəni 90%, 80% insan özünü yaxşı hiss edir. Əsası tutulan çakralardır. O çakraları açandan sonra insan bədənində qan yenilənir. Çünki qılçaq damarlar var ki, tutulur. O damarlar açılarsa, yəni insanda anında qan yenilənir və bədənin zəhəri, toksin çıxandan sonra yəni qan hərəkətə keçir və insan özünü yaxşı hiss edir. Yəni birinci seansdan insan özünü yaxşı hiss edir. Bəs bunun yaş müddəti var? Neçə yaşda olmalıdır? Neçə yaşa qədər? Yeni doğulan uşaqlardan başlayıb qəbr evinə qədər. Bəli. Başa düşdüm. Çünki yeni doğulmuş uşaqlara nəyə görə tətbiq edirik? Yeni doğulan uşaqlar, yəni bilirsiniz, günümüzdə indi hamilələr, yəni iynə dərmanlarla uşaq orada inkişaf edir və bu uşaqda gəlib burada 3-cü çakrada, yəni əmgəh nahiyəsində 3-cü çakrada, yəni yığılır. Ana bətnində qanla, ananın qanından, yəni uşaq yetişdiyinə görə ananın qanı artıq çirklənir. Və bizdə həmin vaxtı, yəni yeni doğulan uşaqlarda kahil nöqtəsini açırıq, 5-ci kahil nöqtəsini açırıq. Yəni uşaqda ana bətnində utduğu iynə dərman nə varsa, hamısı o nahiyədən çıxır və uşaq özünü çox rahat hiss edir. Hətta yeni doğulan uşaqlar var ki, yəni yata bilmirlər, gecələr yuxusuz qalırlar, daima ağlayırlar.
Yəni baxın, bunlarda çox gözəl nəticə verir. Hətta ananın belə özünü hicamət eləmək lazımdır ki, orada keysəriyyə vaxtı, yəni ki, ana bədənin anaya nə qədər orada dava dərman yəni olunursa, o süd vasitəsilə uşağa keçir və uşaqda da problemlər yaranır. Onu yürütmək. Bəli, hər bir xəstəyə hicamət lazımdır. Belə bir sual verim sizə. Mənim üçün də çox maraqlıdır. Ümid edirəm ki, hər kəs üçün bu sual maraqlı olar. Hicama başqa növləri var, yoxsa bizim bildiyimiz sadəcə, yəni hal-hazırda trenddə olan o kupalarla müalicədir, yoxsa başqa bir növləri də var? Var. Amma yəni insanlar bilirsiniz, yenə söyləyirəm ki, bunun Azərbaycanda məktəbi yoxdur deyə bunu sadəcə hicaməti bilirlər. Hicamət kitabın son səhifəsidir. Hicamətdən əvvəl var sorucu aclıq terapiyası, yəni bu qədim təbabətdir. Sonra hicamətdən başqası da var ki, fəst deyirlər. Fəst yəni damarı deşib qan almadır. Yəni ki, bəzən fəst ayaqlarda da tromb olanda bilirsiniz ki, tromb yəni ağır olduğuna görə hər həkim ona girişmir. Çünki onun bir qırığı gedib ürəyə çatarsa anında ölümdür. Amma İslamda yazır ki, İslamda sağalmayan xəstəlik yoxdur. Və 18 ildir bu işin içindəyəm və baxıram ki, həqiqətən də belədir. İslamda sağalmayan xəstəlik yoxdur. Və mənim ustadım neçə dənə xəçin xəstələrini müalicə edib sağaldıb qədim təbabətlə, hicamətlə, fəstlə. Və bəli, baxın, tromb zamanı ayaqda olan yəni damarları deşib, yəni onun xüsusi alətləri var ki, onunla deşib, yəni oradan qan çıxır və təbii ki, o qan deyil, tromblaşmış. Yəni damar təmizlənir, insan anında özünü yaxşı hiss edir və bəzən Alzheimer xəstələri olur, sonra həddən artıq çox təzyiqli insanlar olur ki, başın bu hissəsində bir damar var. O damarı deşirlər və onu təbii ki, bilən adamdır, onu hər insan eləyə bilməz, hər hicamət eləyən onu eləyə bilməz və orada elə bil ki, bir miqdarı var. O qədər qan çıxandan sonra insan yəni düzəlir. Yəni bunlar hamısı qədim təbabətdir. Dediniz, hicamətdən qabaq olan müalicə növləri aclıq dediniz. Aclıq terapiyası, sorucu. O necə terapiyadır? Onun fərqi nədir? O terapiyanı mənim özüm və ailə üzvlərim keçiblər. Yəni ki, bu kitabları mən oxuyan zaman qədim təbabəti, yəni baxdım ki, burada 40 günlük aclıq oruçları var və yazır ki, Peyğəmbərimiz dəfələrlə 40 günlük aclıq orucu tutarmış. Niyə su orucu? Yəni ki, günümüzdə bildiyimiz Ramazanda məsəl üçün oruç tuturuq, səhər axşam, yəni yemək yeyirik, amma burada qətiyyən yeməkdən heç bir söhbət gedə bilməz. Səhər və axşam sadəcə orucu açanda 3 və 5 qurtum su artıq olmaz. Bir stəkan belə olmaz. Çünki bədənin sadəcə bu qədər suya ehtiyacı var və aclıq orucu o deməkdir ki, bədəndə olan bütün hüceyrələr, ölü hüceyrələr diri hüceyrələr tərəfindən məhv olunur. Və niyə 40 gün? Yazır ki, orqanizmada bizim hüceyrələrimizin yəni ki 40 günlük yeməyi var orada. Baxın, 5 saatdan bir gəlir mədəyə enir, bu hüceyrə görür ki, mədədə yemək yoxdur, insan yemək yeməyib və gedir. 5 saatdan sonra bir də gəlir, baxır ki, yenə yemək yeməyib yoxdur və ac qalmır. O özünə qida axtarır və düşür qaraciyərin deposuna. Yəni bizim bildiyimiz, yəni ki, yediyimiz yeməklərin metabolik atıqları qaraciyərimizdə depolanır. Və Allah Taala orucu ona görə yaradıb ki, insan heç olmasa ildə bir dəfə qaraciyərini təmizləsin. Aclıq orucu bu deməkdir ki, 36 saatdan sonra qan yenilənir, təmizlənir, tamamilə bütün mikroblardan təmizlənir və sonra qaraciyər təmizlənməyə başlayır və gedir qaraciyərdə o metabolik atıqları yeyir. Sonra 5 saatdan bir sonra gəlir, bir də mədəyə baxır ki, yenə yemək yoxdur. Yenə təkrar gedir damarlarda yığılan
metabolik atıqlardır, toksinlərdir, qanda olan toksinlərdir. Sonra damarların divarlarındakı kirəç olur ki, həkimlər söyləyirlər ki, anjo olunmalısı, stent qoyulmalıdır. Bax, aclıq zamanı, yəni bu anjoya sonra ürək əməliyyatına ehtiyac yoxdur. Sadəcə bədən özünü təmizləyir və 40 günlük yəni uruza var da onlar üçün. Bəli. Ona görə, yəni mənim özüm də 40 gün, yəni aclıq orucu tutmuşam. Çox gözəl nəticə verir. Xərçəngin belə özündən oruc tutarsınızsa təmizlənmək olur. Yəni bütün xəstəliklərdən 100% təmizlənmək olur aclıq terapiyası zamanı. Amma birbaşa 40 günlük aclıq oruçlarına getmək olmaz. Bu bədənə zərər verər. Əvvəlcə, yəni buna insan hazır olmalıdır. 36 saatlıq aclıq oruçları var, 3 günlük var, 7 günlük, 5 günlük, 10 günlük və birbaşa 40 günlük. Pillə-pillə qalxmaq lazım. Bəli, pillə-pillə. Bu qədim təbabətdir. Başa düşdüm. Və İslamda sağalmayan xəstəlik yoxdur. Burası düzdür. Dəfələrlə şahid olmuşuq. Əslində bəli, aclıq çox yaxşı bir şeydir. Mən də çox yerdə oxumuşam, çox yerdə işləmişəm. Yəni aclıqda metabolizma təmizlənir, Bəli. qan dövranı təmizlənir, insan daha özünü gümrah hiss edir və belə zədəli orqanlar, zədəli kletkalar belə desək, hamısı özünü bərpa eləməyə başlayır aclıq vaxtı. Mən əslində bunu bilirdim, amma adını bilmirdim ki, bu belə bir şey bilirsək, o vaxtdan hicamadan qabaq yaranmış bir müalicə növüdür. Çox gözəl, çox təşəkkür edirəm məlumatlarınız üçün. Ümid edirəm ki, insanlar da buna baxıb əsl hicamətin nə olduğunu öyrənərlər və düzgün seçim edərlər, düzgün həkimləri seçərlər. Sizə çox təşəkkür edirəm. Qonağımız oldunuz, gəldiniz, qəbul etdiyiniz üçün. Bizim Haxmed proqramı, Haxmed startupı, təzədən burasını keçəm. Bizim Haxmed Club verilişi Haxmed startupının sponsorluğu ilə efirə çıxır. Haxmed nədir? Haxmed mobil tətbiq olacaqdır, hansında ki, klinikalar, həkimlər, apteklər və s. Toplanacaq bir yerə və insanlar daha rahat məlumat alacaqlar, daha rahat həkimlərə çata biləcəklər və daha rahat sifarişlər verə biləcəklər. Nə gözəl. Sizin fikrinizcə belə bir startupın olması bizim ölkə üçün yaxşı bir şeydirmi? Siz özünüz belə bir şeydən istifadə edərsinizmi, yoxsa necə? Əlbəttə, çox gözəl, sevindim, mən də şad oldum. Yəni bilmirdim, amma indi öyrəndim. Çox sağ olun, çox təşəkkür edirəm. Siz sağ olun. Çox sağ olun dostlar, bugünkü verilişimiz də sona çatdı. Gələn görüşənədək təşəkkür edirəm hər kəsə, sağ olun.